Belə bir sualın izahına baxaq. Belə ki, bizdə F və Y nöqtələri orta nöqtələrdir. BD 26, AC 24 olarsa, YF-in uzunluğunu soruşur. Deməli, bizdə burada YF bunu soruşur, bu uzunluğu soruşur. Y orta nöqtə olduğu üçün və burada, deməli, Y ortadır. Burada da BD-nin uzunluğunu verib 26. Deməli, hərəsi nə qədər düşəcək? 13, 13. Onda yazmaq olar ki, bura 13-dür. Digər tərəfdən düz bucaq təpəsindən median çəkdikdə hipotenuzu 2 bərabər hissəyə bölür və özü də hipotenuzun yarısına bərabər. Deməli, burada 13-dür. Eyni xassəni burada da tətbiq edək. Burada 13 olacaq. Buna möhtəşəm üçlü deyirlər. Daha sonra AC-nin uzunluğu 24-dür. Və F də yarı olduğu üçün hərəsinə 12-12 düşəcək. Onda burada yazmaq olar 12. Daha sonra burada bir üçbucaq görürük. Həmin bu üçbucağa baxaq. Deməli, A, Y, C. Bu üçbucağa diqqətlə baxanda görürük ki, bu bərabər yan üçbucaqdır. Niyə? Çünki yan tərəfləri bərabərdir və oturacağı da 2 dənə bərabər hissələrə bölüb. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsini çəkilmiş hündürlük həm də median olur. Onda bu hissəyə biz 90 dərəcə yaza bilərik. Axtardığımız hissədə x olsun. Pifaqor ədədlərinə görə artıq x-imiz 5 olacaq. Və yaxud da başqa necə yazmaq olar? Yazmaq olar ki, x-in kvadratı bərabərdir. 13-ün kvadratı çıxılsın 12-nin kvadratına. Buradan da x-in kvadratı bərabərdir. 169 çıxılsın 144. X-in kvadratı bərabərdir 25-ə. X də bərabərdir müsbət mənfi 5 tərəf olduğu üçün müsbət 5. Bizdə deməli Y-in uzunluğu 5 olacaq. Sağ olun.